Lahmacun Dönər. kapışması bu günlər olacaq. Görək lahmacun yoxsa dönər. Məncə əlbəttə ki, ənənəvi yeməyimiz dönər də yəni. Mən amma deyirəm ki, lahmacun dönərdən daha Bu ara yaxşı. indi sən neçə almısan Yusufəm? 4 manata bunu almışam. Amidsə get oyna. Get oyna da yeyəcəyik. 3 manata dönəri almışam. 3 manata baha almısan. 2 manat deyə dönər. 2 manata indi nə olsun ki, dönərə baxsan. Demə onda kaliteli videoda qəşəng bir dönər al. İçinə bax bunun dolu deyə dolu. Bunu indi Heç yeyəndən sonra hələ dadı bilsən nə olacaq? Birinci lahmacundan yeyək. Onda bu videoya like atsalar nə edəcəyik? Bu videoya 1000 like gəlsə, sıradakı videonu siz deyirsiniz, biz də çəkəcəyik. Yorumlarda bir dənə yazarsınız nə video çəkməyimizi istəsəz, biz də çəkərik. Aralarından ən çox like alanı da seçəcəyik və onu çəkəcəyik dostlar. Amma video 1000 like almalı. Başlayaq videomuza. Bir dənə bu otlarımızı tökək bura. Biz yəni ot yeməyə Mən xoşlayırıq. xoşlamıram amma o birisinə ancaq Sən xoşlamırsan qaqaş, sənin burada payı özümə tökərəm. Nə var ki? Bir dənə limonu çıxardırsan Sən buradan. limonla getsin qaqaş. Amma limonumuz bir dənədir. Birinci sən də tök otdan yedə nə olacaq ki? Heç nə. Ot xeyirdir, xeyirli bir şeydir. Ye bundan, vitamindir. Yo, petruşka deyə göyərti elə olmur ki. Bunu limonlayaq sənin üçün, bax limonladım sənin üçün qəşəng. Vallahi macun da qal limonla gedər. Ləzzət. Bunu bax belə eləyirsən, qəşəng. Bu arada lahmacunu sadə xoşlayırsınız yoxsa acılı? Məncə acılı daha zordur ye. Adamı ləzzət verir. Hüseyn, bax bu sənin payın. Özün necə dürməliysən, necə bükdəliysən, bax qoyuram bura qabağına. Yeyəcəksən bunu, qiymətləndirəcəyik. Mən də yeyəcəm, sən. Mən sənə deyim də bax, burdan başlayırsan, bax belə bükürsən ki, balaca olsun. Sən balaca görsən ki. İndi mən sənə söz deyim. Məsələn belə bükürsən. Mən olmaz ki, bunu belə büküm. Belə çox uzun olur da. Onu necə yeyəsən bax. Belə. Otları qoydum bura qaqaş. Mən qoyumsadım, otları yığmışam hamısını bura. Nə var bilən bax qəşəng görsən şey. Sən də düzəlt başlayaq. Acını öləm. Ha nə olub bir dayan da. Limon tumu da düşüb bura. Nə olub qaqaş? Ağac bitəcək elə bir bunun içində. Mən maraqlıdır ki, bunun səsi daha məndən çıxdı. Mən maraqlıdır ki, görək dönər nətərdir? 3 manat pul vermisən dönərə. Görüm o necə dönərdir. Mən şəxsən lahmacun sevirəm həqiqətən. Mən də lahmacunu bəyənirəm də qardaş. Məncə dostlarımız da burada yarı-yarıdır. Bir 100% videoya baxan varsa 50'si lahmacun sevir, 50'si də dönər. Məncə 70% dönər sevir. Yorumlarda yazın, dönər yoxsa lahmacun. Baxacağıq da görək kim alsın bəyənəcək. İndi görək indi bismillah yey bunu. Bu. Bir balaca soyuyub qaqaş. Amma hələ keçmir boğazımdan. Quruyub biraz hələ keçmir. Ayransız getmir də. Dostlar, bu arada Yusuf əmi var ha. Koladır, Pepsi, qazlı su içə bilmir. Niyə görə? Çünki onlar kimə xeyirdir ki, mən də içim olar. Amma məndə o problem deyil. Məndə bilsən nədir? Mən ümumiyyətcə bu yaşıma kimi bir dəfə olsun o şeylərdən içməmişəm. Hə, o qəribədir. Bir də yorumda yazın, belə insanlar var mənə kimi. Çünki ya sok necə içməyə bilərsən? Özü yayın hazırında da, yəni adam. Gör neçə ildir mən bir dəfə dilimə vurmamışam. Bax neçə ildir gəlir bizə. Bizdə həmişə sokda da olur da. Biz hamımız sok içənik ona görə. O hər dəfə sok içmir. Mən bunu təhərrüc öyrənmişəm ha bu arada. Ya sok hər dəfə deyirdim ki, Yusuf süzüm için. Deyir yox, mən sok içəmirəm. Ağzımı bir dəfə yəni vurmamışam da bu yaşıma kimi. Mənə çox qəribə gəldi də, yəni. Mən də içə bilirsiniz. İdmançılar, qaqaş, idmançılar təbii şeylərlə qidalanır. Biz də yəni ayrandır, sudur, yəni təbii şeylər. İndi nə olsun ki, biz idmançıyıq indi. Əsas yəni bax bir dənə bura bax qaqaş, köynək partlayar da yəni. Yavaş ol. Bir dənə söz var, deyir ki, partlayar. Deyir ki, saroşqam şəkil qabağımdan çəkil ala. Eşitmisən o misalı? Sonra bir də var Murad. Min maşınıma tır at. Hoppa. Buradan Murada gəlsin. Min maşınıma gəlir. Muradın indi burada nə adı var ki? Çünki Murad like atır. Bəs xəyala bax orada. Xəyalla yaşayır, hələ bizə like atmayıb. Ayda mən yeməyəcəm, sən durub yeyəcəm. Bu nə zarafatlar daha Yusufəm. Bəs də Yusufəm güzel dönərə də day. Çox az be Yusufəm. Bunu bir dənə hop edə bilərəm bax. 5 saniyə sahib bunu yox edeyim. 5. O neyinsən? O video çəkir, neyinsən sən? Ay bunu göndərim də qaqaş, kim gətirdi bunu bura? Ay Orxanca götür bunu apar da. Nə varsan? O yedi apardı video çəkir ya. Bax yəni dişlədi lahmacun qutardı. Evdə qaqaş qab-qacaq qazan sad qalmır. Hamısının içində bomboşdur. Gəl sən arada qazan atsan qapağını, içi boş çıxır. Yeyib hamısını, sümüklərini də qoyur veçin qabın içində. Yaxşı bunun sümüyü yox idi. Hüseyn lahmacun necədir? Təşəkkür amma tez qərar vermə ya. Amma tez qərar vermə. Hələ dönəri yeməmişik.
Yo, əlbəttə ki. Monster dostlarımız bilir ki, mən dönərçiyəm. Yəni elə yox ha, dönər satmıram. Prosta dönəri xoşlayıram. Mən sıraz deyəcəydim ki, dönər satsan. Yo, zarafatsız ha, dönəri çox xoşlayıram da, yəni zarafat. Həmişə çölə çıxanda dönər olmalıdır. Dönər yeməlisən, Onda Yusuf. yeyək də daha, çox danışdın. Başlayaq da onunla. Bunu yemədin. Bu qalsın o qıraqda. Sən tələsmə, o Yuska gələcək indi aparacaq. Bir də gördüm ki, şey yox. Bax bu mənim dönər payokumdur. Böyüyü özümə götürürəm. Payok nədir ki? Payok da, yəni payok əsgərdə olanlar bilirlər. Payok yəni ki, payım deməkdir. Öncə yaxşıdır ki. İçində yəni ətdən başqa heç nə yoxdur da bildiyin, yəni dönəri. Niyə ki? Deyəsən toyuq əti yəni çox hörmətli deyil qardaş. Özdəki bir dəqiqə. Bütün Azərbaycan ondan danışır. Yumurta 1 qəpiyə düşüb qardaş. Özdəki düz deyirsən, 1 qəpiyə düşüb qardaş da şey deyə, yəni mən bir dənə belə çevirirəm, ancaq çıxır ki, qardaş, içindən filan şey çıxdı. Qurbağa çıxdı içindən. Rezində qardaş. Dəvə çıxdı. İndi bilsən nədir söhbət? Cəmaət deyəcək ki, bir dəfə endirim elədi, 1 qəpiyə saldı. Daha heç nə Bəlkə də endirim mən sizə eləmədi. söz deyim də, yaydı deyə istəyirlər ki, tez satılsın yumurta. Ona görə endirim eləyiblər. Ola bilər bəlkə də. Amma deyir harasa görə göndərir, nə atqaz gəlir, nə isə belə bir şeydir. Nə bilmə ya. Heç mən marketə gedirəm 1 qəpiyə yumurta görməmişəm. Amma məncə yalan danışır. Yalandan seçdiyi bütün azadından düşür. Ayğı marketə gediblər deyir ki, şeydir, yoxdur yumurta 1 qəpidir. Gəlib 7 qəpikdən alır. Sən harda şeylər var olmuşlar. Deyir buyur ancaq yəni şey eləyəcək də qırt-qırt eləyəcək belə. Toyuq səsi çıxarır. Eləsi var bir video gördüm. 100 dənə yumurta, 200 dənə yumurta alıb. Olan suroku, yəni ki, azdan çoxdan bilirik də. Yox, suroku şeyin olan maksimum 1 ay olur yumurtanın suroku. Yəni o kletka alıb nə edəsən qardaş? İnkubator düzə çıxardasan. Nə bilim valla. Dönər qəşəngdir. Dönərin dadı super gəldi. Elə bir ki, ağız dadım dəyişdi birdən-birə. O mayonezin dadı gəlir adamın ağzına. Bu başqa məsələdir. Hələ bu soyub belədir ya. Bu gəl qızdırardı o. Bu isti olsaydı super olardı. İndi bax da 4 manata lahmacun idi. 3 manata da şey idi. Yüzsəmi, bir dənə gözlərinizi bağlayın. Sizə bir dənə hədiyyəm var. Ben gətirim. Bir dənə gözünüzü bağlayın ikimizdə. Gözü dönərimi Bağlayın düzəldim sonra. gözünüzü. Sənə inanmıram. Ha. Gördü, açma. Açma gözünü. Nədir ki o? Aça bilərəm. Yox, açma. Nə oldu ki video qutardı açmıyor. Nə oldu? Bu nədir? Cipsin yazdı ki. Bunu verdin bizə. Bunu da indi daxtırmasını eləyək. Ala Ala diyan ala lahmacun anı. Gəl bura lahmacun gətir. Çıxar ağzından. Ağzındadır. Sən necə götürdün bunu? Başına allatdı mənim lahmacunu apardı ya qaqaşı. Yox ki, sən yemişdin. Mən lahmacun Heç olmasa dönəri yaxşı ki yeməyib. Tez ye onu sən can gəlib aparacaq ala bax. Şey deyil bu. O quna pişiydi də bu. Bir göz qırpımının söhbəti var. Amma sən həmən adamsan. Göz qırpımında yox edirsən. Var 5 dənə şey qoyur. Riski götürür ha. TikTokda video var. O necə eləyir belə risk eləyib götürür də yəni. Mən də edit deyir o. Kimlər bizdən hələ ətirlər sifariş etməyibsə, nömrələrimiz var. Buralardan bir yerdən çıxacaq. Nömrəmizə yazıb sifariş edə bilərsiniz. Bütün bölgələrə çatdırılmamız var. UC və jetonlarınızı da bizdən ala bilərsiniz. Bəli, o da buradan nömrələr çıxan buradan qeyd olunacaq ikisi də. Özü də bilirsiniz ki, tam güvənli və sərfəli şəkildə yəni. Mən ki dönər yedim, amma lahmacun yeyəməmişdim. Sən gedir. Dönər superdir, mənə ləzzət elədi. Ona görə deyirlər, 3 manat dəyər. sən yemək yeyib gəlmişsin, amma demək olar ki, yedin də hamısını. Siz necə oldu? Bax, yeyib gəlmiş, çöldən gəldim. 2 dənə dönər yemişdim. Gəldim, dönərini vurdum, mədəm açıldı da. Həmişə boş yer düzəltdi də mənim üçün. Gigabyte açdı da, elə bir yaddaşdı. Yeni yaddaş açdı da səndə. Amma burası indi onun çıxışı da var da, nəysə. İndi səncə indi 4 manata lahmacundur, 3 manata dönərdir. Səncə indi tutumuna görə indi bilirik dönər. Amma dad cəhətdən səncə hansı yaxşıdır? Son reskibdən burası silək. Ay, elə görürsən də. Romantik jestlər eləmədi. Əriyirəm axı. Vəzim eləyim belə. Hə. Ayda bu yayda necə əriyirsən? Yox. Ayda. Yəni görüm Yayda əriyirlər də. Yayda əriyirlər də zarafat. Qış olsaydı amma qəşəng zarafat idi, hə? Arada bizim zarafatlarımızdan bəhrələndir. Yəni belə zarafatlar yoxdur heç yerdə. Hüseyn, qiymətləndir. Al bu nədir? Bütün hər yer simitan oldu. Məncə dönər 9. Mən şəxsən bilməm
Bundan qabaqki videomuza kimlər baxıbsa, baxmayıbsa gedib baxarsınız. Mən dönərə orada da yaxşı qiymət vermişdim, bəyənmişdim. Burada da bu dönərə həqiqətən 10 puan verirəm mən. Mən 9 verirəm. İndi bəzi yerlərin dönəri bəlkə daha yaxşı, daha zəif ola bilər, fərqli ola bilər, amma buna mən şəxsən 10 verdim. Bu keçən dəfəki eyni yerdəndir də, yoxsa yox? Ya bunu fərqli yerdən almışam. Məncə bu daha dadlıdır. Qara şeydə acısını super vurub, ləzzət edir. Qəşəng deyib, zarafatsız. Əlinə sağlıq ustamızın. Sağ olsun. Yəni 10 puan buna verdik. Lahmacuna isə nə qədər verərsən Hüseyn? Lahmacun 8, çox quluydu. Soyub da yol gətirmiş ona. Dad zəhətdə. Məncə bu 10-lu dönər. Dəyişirəm bunu. Lahmacun 9. Mən də şəxsən 10 dönərə verirəm, 9. O bir xalı lahmacunu niyə görə 9 kəssin? lahmacuna. Qiymətinə görə 4 manata 2 dənə yox, bir dənə bundan alıram, doyaram elə. 1 manatımda qalar su alaram. Amma kasıbınki birincisi dönərdir, ikincisi də ki, yəni ət yox, toyuq dönəridir. Həm də qiymət də sərfədir. İndi bəzi yerlərdə 3-ə mən almışam, 2-yə falan da olur da. Yəni sizə də məsləhət görürəm ki, dönər daha doymaq üçün daha yaxşıdır. Siz də fikirlərinizi bildirin də, yəni. Gedirik biz, öpürük sizləri. Sağ olun. Sağ olun, var olun.